Əslində mən sizə deyim ki, belə deyim də, mənim indi bizim uşaqlar da oxuyurlar indi hal-hazırda. Yük görürəm. Uşaqlara görürəm ki, elə yükləyirlər ki, yəni siz inanasınız, mən özümlə müqayisə edirəm. Mən 5-ci, 6-cı sinifdə o qədər yüküm yox idi mənim. Yəni bu 1-ci sinifdə, 2-ci sinifdə o qədər yük yükləyirlər ona. O qalsın qırağa, amma bir dənə xoşuma gələn bir tərəfi var ki, bu təbiəti öyrənək, bu tipli belə bir şey var, fən var. Mənim əslində o çox xoşuma gəldi o fən orada. Orada maraqlı bir şey öyrədilər ki, bu falan şeyi belə eləmək olmaz. Yəni görsən ki, o belə deyim də, məişətdən olan bir şeydir. Hansı ki öyrədilər ki, toka əlini belə soxmaq olmaz, falan şey belə eləmək olmaz. Adi şeyləri öyrədilər. Əslində bu bir tərəfdən xoşum gəldi ondan, amma çatışmazlıq odur ki, həddindən artıq yükləmə var. Siz inanmazsınız, uşaq prosta dərsdən gəlir, axşama kimi heç eləyə bilmir. Yəni uşaq da deyim ki, belə bacarıqlı uşaqdır. Yəni sıravına vaxt görürsən ki, çatdıra bilmir. Belə boşluqlar var. Mən yükləməyin tərəfdarıyam. Biz çox işləməliyik, uşaqlara çoxlu şey öyrətməliyik, amma sadəcə lazımlı şeylər öyrətməliyik. Təbii, əlbəttə. Əgər uşağınız məktəbi bitirəndən sonra 15-16 yaşında şirkətin maliyyə hesabatını oxuya bilmirsə, misal üçün profit loss nədir, xalis mənfəət nədir, gəlir nədir, xərc nədir, balans şit nədir, bunu anlamırsa, iqtisadiyyatın analizini apara bilmirsə, misal mən hansı bir ölkəyə köçmək istəyirəm, niyə görə köçmək istəyirsən, pastel analizini bilirsən, ölkənin analizini edə bilirsən və bunlar 15 yaşında müasir uşaq üçün çox sadə bir şeylərdir. Amma biz bunu 3-cü, 4-cü kurs universitetlərdə hal-hazırda dərs keçirik. Biz o bilikləri indirməliyik daha aşağı. Uşaqlar məktəbi qutarandan belə onlarda bu girişimçi kafası yaransın. Onlar bilsinlər ki, pul nədir, pul hardan gəlir, pulu necə yatıra bilərəm, hansı formaları var pulun yatırılmasının, öz pullarımı necə idarə edə bilərəm. Praktik biliklər. Kimə lazımdır loqaritmalar bugün, inteqrallar bugün? Vurma cədvəli kimə lazımdır bugün? Siz nə vaxt vurmanı sonuncu dəfə beyninizdə eləmisiniz? Yox, mən deyim ki, vurma cədvəli lazımdır, amma loqaritma mənim həyatımda yadıma gəlmir istifadə elədiyim məsələ. Harda işlədəcəksiniz vurma cədvəlini elementar olaraq da? Nə qədər vaxt sərf edirik ki, bunu beyninizdə sonuncu dəfə vurmanı nə vaxt eləmisiniz? Yox, vurma cədvəli mən eləyirəm. Vurma cədvəli məncə lazımdır insanlara. Siz işlədirsiniz, işlətmirsiniz. İstifadə edirəm, bəli. Gündəlik həyatınızda istifadə edirəm. Amma yox, demirəm onda bu məsələn 65-i 78-ə vururam, onu şeydə eləyirəm. Beynimdə yox. Amma xırda şeyləri yəni eləyirik. Amma məsəl üçün mən sizinlə çox razıyam ki, loqaritmadır, inteqraldır, belə şeylər. Yəni bunu universitetdə kim istəyir, məsəl üçün gedib oxuya bilər bunu. Yəni nə qədər ehtiyac var ki, bunu sadə insan oxumalıdır bunu. Və bütün bunların bu vaxtı ayırıb digər fundamental vacib olan biliklərə yönəltsələr, bu lazımsız yükləmələri olsun da yol tutlar, yaxşıca satış strategiyaları yazsınlar. Deyək ki, 11-ci siniflər startup yarışması eləsinlər. Nəsə bir məhsul istehsal edirəm, mən onu necə sata bilərəm, onun marketinq strategiyası, belə şeylər öyrətsinlər də uşaqlara. Bizə bu lazımdır. Azərbaycanlılar çox yüksək potensiallı millətdir. Mən həmişə bir çox podkastlarda bunu deyirəm, burada da deyirəm ki, sizin tamaşaçılar üçün də Xəzər Xaqanlı belə bir iqtisadiyyat beyin mərkəzi var Amerikada, Foundation for Economic Education. 2020-ci ildə bir məqalə çıxmışdılar, çap etmişdilər ki, siz tanımadığınız ən uğurlu millət və Xəzər Xaqanlığı barədə danışırlar. O vaxtın ən möhtəşəm iqtisadiyyatına sahib idilər. Biz də prinsip ki, onların nəticələri, kötücələri kim bizə də gəlib çıxır da, o Yahudilərlə yaxınlığımız, filanımız oradan gəlib çıxır da 7-ci, 10-cu əsrlərdə. Mən deyirəm, bizdə axı bu potensial var. Biz bu uşaqları niyə görə bu istiqamətdə inkişaf etdirmirik ki, onlar hamısı girişimçi kafasında olsunlar da, türklər demişkən. İndi bizimkilər incir türk sözlərini işlədəndə, amma Azərbaycanda girişimçi sözünün, entrepreneur sözünün yoxdur tərcüməsi. Sahibkar var, amma sahibkar o deyil. Sahibkar pulu olmalıdır, nəyisə sahib olmalıdır. Girişimçiniz heç nə olmaya bilər, sadəcə yaxşı bir ideyası ola bilər və çox yaxşı quramaq bacarığı ola bilər də. Ona görə mən bu terminləri salıram ki, insanlar istifadə edə bilsinlər.